Salam dostlar, bugünkü video dərslərdə diferensial tənliklər sisteminə aid bir neçə sistemin izahını verəcəm. Videoların uzun alınmaması üçün çalışacağım ki, hər videoda iki sistemin izahını verim. Nəzərinizə çatdırım ki, bu sistemləri biz həll edən zaman həll prosesində tənliklər sabit əmsallı bir cins diferensial tənliklərə gələcəkdir. Və onu da nəzərinizə çatdırım ki, sabit əmsallı bir cins diferensial tənliklər haqqında nəzəri məlumatları əvvəlki video dərslərdə vermişəm. Kimlər o nəzəri məlumatları, yəni nəzəriyyəsini izləmək istəyirsə, diferensial tənliklər bölməyə daxil olub, oradan sabit əmsallı bir cins diferensial tənliklər haqqında nəzəriyyəni dinləyə bilərlər. İndi isə vaxt itirmədən başlayırıq tənliklər sistemimizin həllinə. Birinci sistemimiz belədir. Deməli, dy bölünsün dx bərabərdir z və dz də bölünsün dx bərabərdir mənfi y şəklində. Deyir ki, tənliklər sistemimizi həll edin. Baxın, uşaqlar, burada z-i bizə verib. Z nəyə bərabərdir? dy bölünsün dx. Bu birinci tənliyi gətirib burada ikinci tənlikdə yerinə yazsaq, o zaman necə olacaqdır? Olacaqdır d. Z-in yerində bax bu ifadəni yazacağım. Bax bu ifadəni dy bölünsün dx yazacağım. Olacaq dy bölünsün dx bölünsün dx bərabərdir nəyə? Mənfi y-ə. Birinci tənlikdəki ifadəni gətirdim. Yəni z-in ifadəsini gətirdim, ikinci tənlikdə yerinə yazdım. Və buradan da biz bilirik ki, bu nə olacaqdır? D kvadratı y bölünsün dx kvadratı bərabərdir mənfi y. Biz bilirik ki, dy bölünsün dx nə deməkdir? X ştrix deməkdir. Üzr istəyirəm, y ştrix deməkdir. Y ştrix. Yəni y-in x-ə nəzərən birinci tərtib törəməsi. İndi d kvadratı y bölünsün dx kvadrat nə deməkdir? Yəni bundan bir dəfə də törəmə alırıq. O zaman alırıq ki, bunun yerində nə yazacağıq? y2 ştrix bərabərdir nəyə? Mənfi y. Bunu da bu tərəfə keçirsək, y2 ştrix üstə gəlinsin y bərabərdir 0 şəklində. Biz artıq gəldik burada nəyə? Bir cins sabit əmsallı bir cins diferensial tənliyə. Burada da biz məsələn y ştrixi bir k qəbul ediriksə, o zaman y2 ştrix nə olur? K kvadratı olur da. O zaman gətirib burada yerinə yazsaq, olur k kvadratı üstə gəlinsin 1 bərabərdir nədir? 0-a. Buradan da k kvadratı nəyə bərabərdir? Mənfi 1 alırıq. Və biz də bilirik ki, k kvadratı mənfi 1 bu nə deməkdir? K nəyə bərabər olacaqdır buradan? K bərabərdir nəyin kvadratı mənfi 1 eləyir? I kvadratı. Yəni köklər nədir? Kompleks ədədlərdir. Biz bunu belə yaza bilərik ki, 0 plus minus i şəklində. Demişdik ki, orada nəzəriyyədə qeyd köklər kompleks ədədlər olarsa, yəni ki, k bərabərdir alfa plus minus beta i şəklində olarsa, o zaman ümumi tənlik necədir? Y bərabərdir y üstündə alfa x vurulsun s1 kosinus beta x üstə gəlinsin s2 sinus beta x şəklində. Və biz buradan görürük ki, alfamız nədir? 0-a bərabərdir. Betamız da nədir? 1-ə bərabərdir. O zaman bizim tənliyimiz olacaqdır. Alfamız 0-dır da y üstü 0 bizə nə verəcəkdir? 1 verəcəkdir. Burada alacaq deməli s1 kosinus x plus s2 nə? Sinus x şəklində. Biz burada nəyi tapdıq? Y-i tapdıq. Sonra da biz z-i də tapa bilərik. Çünki biz bilirik ki, z nəyə bərabərdir? Z nəyə bərabərdir? Y-in x-ə nəzərən törəməsi. O zaman z-i də tapsaq, z bərabərdir y funksiyasından x-ə görə törəmə tapacaq. Kosinus x-in törəməsi mənfi sinus x edir. Sinus x-in törəməsi nə edir? Kosinus x edir. O zaman olacaqdır mənfi s1 sinus x üstə gəlinsin. Bu tabaşır yazılır çünki nəm götürüb
üstə gələn sin olacaqdır. Sinüs sin törəməsi nə verir bizə? Kosinüs C2 sinüs üzr istəyirəm, kosinüs x. Belə. Kosinüsün törəməsi verir mənfi sinüs x. Sinüsün də törəməsi bizə verir nə? Kosinüs x. Bu da oldu z. Bu oldu bizim tənliyimizin ümumi həlli. Buranı silək. İkinci tənliklər sistemimiz bu şəkildə olsun. dy bölünsün dx bərabərdir y üstə gəl 5z. dz bölünsün dx bərabərdir mənfi y çıx 3 şəklində. Deyək ki, tənliklər sistemini həll edin. dy bölünsün dx nə deməkdir? Y ştrix bərabərdir nədir? Y üstə gəlirsin 5z. dz bölünsün dx nə deməkdir? Z ştrix bərabərdir nədir? Mənfi y çıxılsın 3 şəklində. Bu birinci tənlikdən gəlin z-i tapaq. O zaman tapsaq 5z nəyə bərabər olacaqdır? Y ştrix çıxılsın y şəklində. Buradan da z-i tapsaq, z bərabərdir y ştrix çıxılsın y bölünsün nə olacaqdır? 5 olacaqdır. Gəlin z ştrixi tapaq. Z ştrix nəyə bərabər olacaqdır? Y 2 ştrix çıx y 1 ştrix bölünsün 5 şəklində. Buradan z ştrix buna bərabərdir. İkinci tənlikdə də z ştrix bərabərdir mənfi y çıxılsın 3 verilib. İndi bunları bərabərləşdirsək, o zaman alırıq ki, y2 ştrix çıxılsın y ştrix bərabərdir. Birbaşa 5'ə vururam tərəf-tərəfdən. Mənfi 5y çıx neçə olur? 15. Hamısını bir tərəfə keçirək. Y2 ştrix çıx y ştrix üstə gəl 5y üstə gəl 15 bərabərdir 0 şəklində aldıq. Burada gəlin, bax bu sabiti yox eləyək. Yeni bir funksiya daxil eləyək. Bu sabiti yox eləyək ki, bizim bildiyimiz standart bir cins sabit əmsalı diferensial tənliklərə gəlsin. Sabiti yox eləmək üçün bu y-i başqa bir funksiya ilə əvəz edirəm. Y bərabərdir. Məsələn, nə yazsam orada o sabit, yəni üstə gəl 15 burada yox olacaqdır. Məsələn, bir u funksiyasından əvəz eləsək, y bərabərdir. Y-in yerində u çıxılsın 3 yazsaq, y-in yerində u çıxılsın 3 yazsaq, yerinə qoysaq, burada nə olacaqdır? Aydın məsələdir ki, bu sabit yox olacaqdır. O zaman y buna bərabərdirsə, yəni y ştrix nəyə bərabər olacaq? Burada heç bir şey dəyişmədi. Y ştrix sabitin törəməsi 0 elə u ştrix olacaq. Y2 ştrix də elə nə olacaqdır? U2 ştrix olacaq. Gətirib yerinə yazsaq, o zaman olacaq u2 ştrix çıx u ştrix. Düzdürmü? İndi y-in yerindən də bax bunu yazanda 5'ə vuranda nə olur? 5 u çıxsın 15. 15'lər getdi. Üstə gəl 15 də var orada. Nə qalır orada? Nə qalır? Üstə gəl 5 u şəklində. Bu da bərabərdir 0. İndi bu tənlik gəldi bizim bildiyimiz bir cins sabit əmsalı bir cins diferensial tənliklərə. Burada da məsələn biz bu funksiyaları axtaranda orada nəzəriyyədə məlumat vermişəm. Biz bu funksiyaları y bərabərdir y üstündə kx şəklində funksiyalar şəklində axtarırıq və onun xarakteristik tənliyini tapırıq. Orada mən burada birbaşa keçid edirəm burada. Onsuz da y üstündə kx sıfırdan fərqli olur və yekunda biz y üstündə kx-ə bölürük və birbaşa elə yazıram ki, u ştriximiz məsəl üçün olsun bir k. O zaman u2 ştriximiz nə olacaq? Bir k kvadratı.
Gətirib burada yerine yazanda olur burada nə? K kvadratı çıxılsın K, üstə gəlinsin 5 bərabərdir 0 şəklində. Buradan da diskriminantı tapsaq, D bərabərdir 1 çıxılsın 4AC 20 neçələdir? Mənfi 19. Və kökləri tapsaq, K1, K2'ni tapsaq, K1 bərabərdir neçə olacaqdır? Burada kökləri hazır tapmışam, bizim vaxtımız getməsin. Şöyle birbaşa K'nı yazıram, K bərabərdir 2'də 1 plus minus kök altında 19 bölünsün 2 i şəklində. Yenə də K bərabərdir alfa üstəgəl çıx beta i şəklində köklər, kompleks kökləri tapdıq. Diskriminant çünki 0-dan kiçikdir, mənfi 19'dur. Alfamız nədir? 2'də 1'dir. Betamız nədir? Kök altı 19 bölünsün 2. Şimdi bunu biləndən sonra artıq biz bunun ümumi həllini yaza bilərik. Buranı silirəm. Və bunu silək. Düzdür? Mənə köklər lazımdır. Belə. Deməli kökləri tapmışıq. 2'də 1 plus minus kök altı 19 bölünsün 2 şəklində. Düzdürmü? O zaman biz u funksiyasıyla yazmışdıq da bunu. Düzdürmü? O zaman u bərabərdir y üstündə dedik ki alfa x s1 kosinus beta x üstə gəl s2 sinus beta x. Bu da bərabərdir. Alfamız neçədir? 2'də 1 olacaq y üstündə 2'də 1 x vurulsun s1 kosinus beta x kosinus 19 kök altında 19 bölünsün 2x üstə gəl s2 sinus kök altında 19 bölünsün 2x şəklində. Biz burada nəyi tapdıq hələ? Biz hələ burada u funksiyasını tapdıq. Axı bayaq biz orada əvəzləmə eləmişdik axı. Dedik ki, orada nə edək? Sabiti yox eləmək üçün biz y-i u ilə əvəz eləmişdik də. Y-imiz nəyə bərabərdir? Y bərabərdir u çıxılsın 3 şəklində yazmışdıq, əvəzləmə aparmışdıq. İndi burada artıq siz buradan 3 çıxacaqsınız. Y-in ümumi həllini tapacaqsınız. Bizə orada bir də nə lazım olacaqdı? Z lazım olacaqdı. Z-i də ki, bax bayaq yazmışdıq ki, Z' nəyə bərabərdir? Z' də buna bərabər idi. Bizə Z lazım olacaq. Z-dəki bayaq tapmışdıq, yazmışdıq. Z nəyə bərabər idi? Y' çıxılsın Y bölünsün 5 şəklində idi. Yəni bizim təhlillər sistemini həll etməkdə məqsədimiz nədir? Oradakı Z və Y-i tapmaqdır. Y-i artıq tapdıq. Y bərabərdir u çıxılsın 3'dür. U bu şəkildədir. Buradan bir 3 də çıxacaqsınız. O tapdığınız funksiya nə olacaqdır? Y olacaqdır. Z-i də tapmaq üçün o Y-i tapandan sonra oradan bir dəfə törəmə alacaqsınız x-ə görə. Törəmə alandan sonra o Y'-dən bu Y çıxacaqsınız. Sonra da 5'ə böləcəksiniz və Z-i də artıq siz tapmış olacaqsınız. Belə. Bu videoda 2 dənə sistemin izahını verdim. Növbəti videolarda da 1-2 sistemin izahını verəcəm. Sağ olun, özünüzə yaxşı baxın.